Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün MİQ və sertifikasiya bağça imtahanına hazırlaşan müəllimlər üçün mövzu 15, yəni müəllimin qabiliyyət və bacarıqlarından danışacağam. Mövzumuz çox maraqlı və yadda qalan mövzudur. Sadəcə biraz diqqətli olmaq lazımdır. Demək, müəllimin 12 qabiliyyəti, 4 bacarığı var. Keçid eləyək qabiliyyətlərinə. Demək, birinci gəlir şəxsi pedaqoji qabiliyyətlər. Şəxsi pedaqoji qabiliyyət dedikdə, yəni müəllimin şəxsi keyfiyyətləri nəzərdə tutulur. Bura aiddir uşaqlara hüsn rəğbət bəsləmək, hörmət və ehtiyatla yanaşmaq, təmkinlilik, səbirlilik, özünü ələ ala bilmək, empatiya, xeyirxahlıq, bunlar hamısı müəllimin şəxsi qabiliyyətləridir. Yəni biz müəllim dedikdə ilk ağlımıza səbirli olması gəlir. Yəni müəllim səbirli olmalıdır, təmkinli olmalıdır, özünü ələ almağı bacarmalıdır. Yəni hər bir uşağa səbirli yanaşmalıdır. Onların hansı davranışından asılı olmayaraq onları anlamalıdır, onlara hörmət göstərməlidir. Eyni zamanda müəllim səmimi olmalıdır. Yəni uşaqlar yaşından asılı olmayaraq süni və səmimi münasibətləri tez müəyyən edə bilirlər. Ona görə yaxşı olar ki, müəllim hər bir uşağa səmimi münasibət göstərsin, həqiqi münasibət göstərsin. Çünki uşaqlar səmimi və süni münasibətləri tez ayırd edə bilirlər. Daha sonra gəlirik didaktik qabiliyyətlərə. Didaktik qabiliyyət, yəni müəllimin materialı uşaqların başa düşəcəyi səviyyədə çatdıra bilməsi qabiliyyətidir. Yəni müəllim uşaqlara mövzunu onların başa düşəcəyi səviyyədə çatdırmalıdır, onlara izah etməlidir. Və izah edən zamanı ekspresiv nitq qabiliyyətindən də istifadə edir. Bu o deməkdir ki, müəllim jestlərdən də, mimikalardan da, pantomimikalardan da istifadə edə bilər. Yəni mövzunu danışan zamanı jestlərdən də istifadə edir, mimikalardan da istifadə edir ki, mövzu ona daha yaxşı çatsın, mövzunu daha dərindən öyrənə bilsin. Bu təbii ki, müəllimin mövzunu daha canlı, daha ifadəli göstərməsinə şərait yaradır. Bu da nə oldu? Ekspresiv nitq qabiliyyəti, yəni didaktik qabiliyyətin içindədir bu. Ayrıca bir qabiliyyət kimi getmir. Daha sonra gəlirik, üçüncü qabiliyyət təşkilatçılıq qabiliyyətidir. Yəni təşkilatçı, yəni müəllim təşkilatçı olmağı bacarmalıdır. İstər məşğələsini düzgün şəkildə təşkil etməsi baxımından, yəni vaxtında başlayıb vaxtında bitirməsi baxımından, istər valideynləri bir araya yığıb hər hansı valideyn iclasını təşkil etmə baxımından. Məsələn, valideyn iclası təşkil olunur. Elə müəllim var ki, düzgün şəkildə təşkil edə bilmir. Onun valideyn iclasına valideynlər yığışmır. Və ya bayramlara dəvət baxımından, məsələn, olur ki, dəvət edir, amma bayramlarda, tədbirlərdə valideynlər gəlmir. Bu da onun təşkilatçılıq qabiliyyətinin zəif olmasından irəli gəlir. Və ya məşğələdən kənar fəaliyyət, hər hansı ekskursiya, gəzinti olarsa, valideynləri də cəlb edə bilər. Amma əgər o təşkilatçılıq qabiliyyəti onda zəifdirsə, valideynlər onun çağırışına gəlməyəcək. Bu da onun artıq peşəkar olmadığından irəli gəlir. Yəni hər bir müəllim təşkilatçı olmalı, istər məşğələsində, istər valideynlərdən əməkdaşlığında, yəni öz idarəçiliyini qoruyub saxlamalıdır. Daha sonra gəlirik kommunikativ qabiliyyətə. Kommunikativ qabiliyyət, yəni müəllim istər şagirdlər, istər valideynlər, istərsə də öz həmkarları ilə ünsiyyət qurmağı bacarmalıdır. Ən əsası onların fərdi xüsusiyyətlərinə uyğun şəkildə münasibət qurmağı bacarmalıdır. Ola bilər ki, onun münasibəti bir tondur, hər kəsdən eyni münasibəti qurur. Təbii ki, belə olan halda o müəyyən konfliktlərlə qarşılaşa bilər. Amma hər bir valideynin fərdi xüsusiyyətlərinə uyğun və ya da ki, hər bir uşağın fərdi xüsusiyyətlərinə uyğun şəkildə yanaşsa, təbii ki, onda o heç bir konfliktdən qarşılaşmayacaq. Yəni hər kəsə fərdi yanaşanda münasibət də gözəl olur. Yəni buna görə də münasibətin düzgün şəkildə qurulmasında və tənzimlənməsində fərdiçilik ən vacib olan məqamdır. Daha sonra perseptiv qabiliyyət. Perseptiv qabiliyyət o deməkdir ki, uşağın daxili aləminə nüfuz etməyi bacarmalıdır. Yəni uşağın üzünə baxan kimi onun daxilində nələr keçirdiyini, hansı hissləri keçirdiyini, nə yaşadığını hiss etməyi bacarmalıdır.
Bu onun perseptiv qabiliyyətindən irəli gəlir. Yəni hər bir müəllimin perseptiv qabiliyyəti yüksək səviyyədə inkişaf etməlidir. Daha sonra sugestiv qabiliyyət. Sugestiv qabiliyyət yəni müəllimin uşaqlara emosional iradi şəkildə təsir edə bilmə qabiliyyətidir. Yəni o hər hansı bir uşağı məcbur etmədən, onu sıxmadan öz dərsinə sevgi yarada bilər. Məsələn, ona deməli deyir ki, məsələn, mənim dərsimi oxu, mənim fənnimi oxu. O, yəni necə deyim, təsiri göstərərək uşaqların oxumasına şərait yaratmalıdır. Yəni burada hər hansı bir sözə gərək yoxdur, hər hansı bir fikrə gərək yoxdur. Onun təsiri nəticəsində uşaq onun məşğələsinə, uşaq onun dərsinə sevgi ilə yanaşmalıdır. Burada qeyd olunubdur ki, sugestiv qabiliyyətlər müəllimdə iradənin inkişafından, özünə qarşı dərin inamdan asılıdır. Burada söhbət müəllimin sakit, şagirdləri kobudcasına sıxışdırmadan, məcbur etmədən və hədələmədən öz tələb və tapşırığını irəli sürməsi və ona nail olmasından gedir. Yəni heç bir kobud söz demir, heç bir sıxmır, amma uşaqlar onun məşğələsinə hazırlar. Bu artıq onun emosional cəhətdən uşağa təsir etməsindən irəli gəlir. Daha sonra gəlirik pedaqoji təxəyyül qabiliyyətinə. Pedaqoji təxəyyül qabiliyyəti, yəni müəllimin təlim-tərbiyə işinin nəticəsini əvvəlcədən görməyi, təsəvvür etməyi bacarır. Yəni o bilir ki, mən bu qrupda hansı nəticəyə gələcəm, hansı nailiyyətləri əldə eləyəcəm. Yəni bu keçdiyim məşğələdə hansı effekti əldə eləyəcəm. Yəni bunu əvvəlcədən görməyi bacarır, təsəvvüründə canlandırmağı bacarır. Bu da onun pedaqoji təxəyyül qabiliyyətindən irəli gəlir. Daha sonra diqqəti paylaya bilmə qabiliyyəti. Diqqəti paylaya bilmə qabiliyyəti, yəni müəllim eyni zamanda bir neçə nəfərə diqqətini paylaya bilməlidir. Yəni bu paylaya bilməyi bacarmalıdır. Məsələn, tutaq ki, uşağın biri şeir söylüyor. Eyni zamanda o şeiri dinləməklə yanaşı digər uşaqlara da diqqətini paylamalıdır. Çünki eyni anda uşaqlar arxada dalaşa bilər, müəyyən problemlər yaşana bilər. Buna görə o təkcə şeir söyləyən uşağı deyil də, həmçinin digər uşaqları da nəzarətdə saxlamalıdır. Bu da müəllimin diqqəti paylaya bilmə qabiliyyətinin inkişafından irəli gəlir. Əgər diqqətini paylaya bilmirsə, təbii ki, o dərs prosesində də, məşğələ prosesində də müəyyən çətinliklərlə qarşılaşacaq. Daha sonra pedaqoji refleksiya qabiliyyəti. Pedaqoji refleksiya, yəni müəllim öz vəziyyətini dərk etməyə bacarır, müəllim pedaqoji şəraitə nəzarət, qiymətləndirmə, tənzim və təkmilləşdirmə məqsədi ilə özünün pedaqoji fəaliyyət və pedaqoji ünsiyyətin məqsəd və vəzifələri ilə əldə olunmuş nəticəni qarşılaşdıra və müqayisə edə bilir. Yəni burada tutaq ki, müəllim işdən evə qayıdır və artıq bağçada olan prosesləri müəllim təhlil etməyə başlayır. Gözdən keçirdir ki, görəsən mən harda səhvə yol verdim və ya mən burada düzmü hərəkət etdim, görəsən uşağa mən düzgünmü davranış göstərdim. Yəni özündə pedaqoji refleksiya edir. Yəni yanlış təhlil edir, özünün davranışını, öz vəziyyətini, yaşadığı situasiyaları təhlil edərək onu qiymətləndirir, yəni. Qiymətləndirir ki, yəni düzgünmü etdim, ümumiyyətlə necə edə bilərdim? Yəni o özünü analiz edir, qiymətləndirir. Daha sonra müəllimin aktyorluq qabiliyyəti. Yəni müəllim aktyor olmağı bacarmalıdır. Necə ki, aktyor teatrda özünü belə deyək də, öz işini ortaya qoyduğu kimi, müəllim də öz işini məktəbdə ortaya qoymalıdır. Eyni zamanda bağçada ortaya qoymağı bacarmalıdır. Yəni müəllim aktyor olmalıdır, müəllim rollara girməyi bacarmalıdır. İstər bizim bayram tədbirlərimizdə olsun, istər hər hansı məşğələlər zamanı, yəni müəllim obrazlara girib uşaqları əyləndirməyi, eyni zamanda uşaqlara mövzunu daha dərindən çatdırmağı bacarmalıdır. Bəzən elə nağıllar olur ki, orada mütləq ki, müəllim rollara girməlidir.
Və belə olan halda rola girən müəllimin mövzunu danışması, nağılı nəql etməsi uşaqlar üçün maraqlı olur. Orada hər hansı quşların səsini çıxartması, heyvanların səsini çıxartması, bu təbii ki, uşaq üçün daha canlı gəlir, daha maraqlı gəlir. Biri var, yəni o nağıl haqqında ötəri danışıb getsə, bir də var ki, yəni müəllimin onu daha canlı şəkildə aktyorluq bacarığından istifadə edərək nəql etməsi. Bu təbii ki, uşağa daha maraqlı gəlir. Daha sonra gəlirik müəllimin təhqiqatçılıq qabiliyyəti. Yəni bu qabiliyyət müəllimin müxtəlif situasiyaları, prosesləri dərk etmək və onları qiymətləndirmə bacarığıdır. Müəyyən situasiyalarda, müəyyən problemlərdə vəziyyəti, yəni qiymətləndirir. Operativ şəkildə, dəqiq şəkildə qiymətləndirir. Daha sonra müəllimin elmi idraki qabiliyyəti, yəni akademik qabiliyyəti. Bu o deməkdir ki, müəllim öz sahəsini dərindən bilməlidir. Yəni öz elminin, öz fənninin, öz məşğələsinin nəzərə əsasını bilməlidir və dərindən bilməlidir. Bizim bayaq sadaladıqlarımız hərəsi müxtəlif formada, yəni belə deyək də, müəllimə vacib olan qabiliyyətlər idi. Bu qabiliyyət isə artıq müəllimin elmi ilə bağlıdır. Didaktik qabiliyyətdə öyrətmə qabiliyyətindən danışır, amma elmi idraki qabiliyyətdə isə savaddan danışır. Müəllim savadlı olmalıdır, öz fənnini bilməlidir. Bu artıq nədir? Müəllimin elmi idraki qabiliyyətidir. Daha sonra gəlirik bacarıqlara. Bacarıqların biri konstruktiv bacarıqlardır. Bu, yəni təlim-tərbiyə materialını düzgün seçmək və şagirdlərin çətinlik və səhvlərinin nəticələrini proqnozlaşdırmaq, bütünlükdə pedaqoji prosesin strukturunu yaradıcı və əsaslandırılmış şəkildə qura bilmək qabiliyyətidir. Daha sonra növbəti qabiliyyət, bu arada qeyd edeyim ki, kommunikativ və təşkilatçılıq qabiliyyətdən eynidir. Yəni ona görə qeyd eləmirəm, istər təşkilatçılıq olsun, istər kommunikativ olsun, bayaq qeyd elədiyim kimi qabiliyyətdən eynidir. Daha sonra gəlirik qnostik qabiliyyətə. Qnostik qabiliyyət özü də iki yerə bölünür. Diaqnostik və kreativlik. Diaqnostik bu qabiliyyət sayəsində müəllim ümumi qanunauyğunluqların vacib konkret əlamətlərini tez aşkar etmək və ayrı-ayrı əlamətlərə görə ümumi nəticə çıxartmaq, diaqnoz qoymaq mümkündür. Yəni diaqnostik diaqnoz qoymaq. Kreativ qabiliyyət isə, üzr istəyirəm, bacarığı isə yeni, yəni əvvəllər məlum olmayan iş forması fikirləşib tapmağa, əvvəl gördüyü hər hansı bir predmet və hadisəni yeni şəkildə təsəvvür etməyə imkan verir. Adı üstündə kreativdirsə, təbii ki, bu müəllimin belə deyək də istifadə etdiyi metodlar, formalar, yəni yeni bir formalardır. Heç kimdə olmayan, heç kimdən əlaqəli olmayan bir metodlardır ki, o onu öz məşğələsində tətbiq edir. Diaqnostikdə, yəni diaqnoz qoyur, yəni ümumi qanunauyğunluqları aşkar eləyir və ondan nəticə çıxardır. Belə müəllimlər, mövzumuz bu qədər. Ümid edirəm ki, hər şey aydın oldu. Əgər hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.